İndi dayandığımız nöqtədən təqribən 500 kilometr cənubda və təqribən 1200 kilometr şimal-qərbdə qanlı döyüşlər gedir. Bu döyüşlər dialoqun qeyri-effektivliyinin nəticəsi olaraq meydana çıxıb. Bakının isə dialoq və sülh yaratma təcrübəsi var. Bugün Gülüstan Sarayında dünyanın müxtəlif ölkələrindən ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, siyasətçilər planetin üzləşdiyi təlatümləri müzakirə edəcəklər. 13-cü Qlobal Bakı Forumu çərçivəsində. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr aparan müstəqil beynəlxalq platformaya çevrilib. So I'm very happy to be back in Baku. Yenidən Bakıda olmaqdan çox məmnunam. 2018-ci ildən buraya gəlirəm. Deməliyəm ki, Prezident Əliyevin enerji böhranı vaxtında Avropaya, eləcə də mənim ölkəmə Rumeniyaya yardım səylərini yüksək qiymətləndirirəm. Bu il olduqca kritik zamanda Bakı forumu bu ərazinin Davosu hesab olunur. I'm very glad to be here. Burada olmaqdan çox məmnunam. Sözsüz ki, müzakirələr çox maraqlı olacaq. Çox şadıq ki, Prezident Əliyev açılış mərasimində iştirak edəcək. Hər kəs onun çıxışını gözləyir. Düşünürəm ki, Bakı regionda çox müstəsna rol oynayır. Ümidvaram ki, bu çətin zamanlar tezliklə sülhlə bitəcək. Deyərdim ki, İrandakı böhranla əlaqədar bu ilki tədbir olduqca böyük əhəmiyyət kəsb edir. Belə bir sual yaranır. Dünya belə bir böhranın içinə necə düşdü və bu böhrandan çıxmaq üçün və qarşıdakı illərdə belə bir vəziyyətin yenidən yaranmaması üçün nə edə bilərik? Bu baxımdan toplaşmaq, gələcək üçün nələrin edilə biləcəyi ilə bağlı məsləhətləşmələr aparmaq çox vacibdir. Azərbaycanın təşəbbüsü təqdirə layiqdir. Çox möhtəşəm tədbirdir. Bura dünyanın müxtəlif yerlərindən insanlarla görüşmək, müxtəlif fikirləri eşitmək, mühüm dialoq aparmaq üçün möhtəşəm məkandır ki, bir-birimizi başa düşdüyümüzə, bir-birimizlə əməkdaşlıq etmək, dünyanı birlikdə daha inklüziv və çiçəklənən bir yerə çevirmək istədiyimizə əmin olaq. Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən ilə artmaqdadır. İştirakçıların sayında nəzərə çarpan artım həm də ölkəmizə olan diqqət və etimadın ifadəsidir. İştirakçılar möhtəşəmdir, niyyət çox gözəldir. Burada hansı nəticələri əldə edəcəyimizə gəlincə, yaxşı olar ki, bunu 5 gündən sonra soruşasınız. Mən çox nikbin fikirdəyəm ki, biz çox şey öyrənəcəyik, həll yollarını tapmağa yaxınlaşacağıq. Bu dəfəki forum çox mühüm bir vaxta təsadüf edir. İnsanların bir-biri ilə açıq şəkildə danışdığı, şəxsi təmasların olduğu məkanlar azalıb və Bakıdakı forumda bu cür danışıqlar aparıla bilər. Burada çox nüfuzlu insanlar bir-biri ilə söhbət edir, bugün qarşılaşdığımız mühüm məsələlərə toxunur. Bu dəfəki forumun gündəliyinə qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri daxildir.